Salam, bugün mən sizə coğrafiya, güvən nəşriyyatı, coğrafiya fənni üzrə bir neçə dərslərin izahını verəcəyim. Növbəti dərslərimiz Hind-Avropa dil ailəsinin demək bütün dil qrupları haqqında, yəni dil qrupları və dil qruplarına daxil olan xalqlar haqqında məlumat verdim. Keçən video dərslərdə həmən video dərsləri YouTube kanalıma yükləmişəm. Yəni həmən video dərslərə baxmaq istəsəz kanalıma abunə olub həmən video dərslərə baxa bilərsiniz. Abunə olmaq yəni də ödənişsizdir. Növbəti xalqlar Altay dil ailəsidir. Altay dil ailəsinə daxil olan dil qrupları Türk dil qrupları, Monqol dil qrupları və Tunquz Mancur dil qruplarıdır. Türk dil qruplarına daxil olan xalqlar burada verilmişdir və indi biz ayrı-ayrı xalqlar haqqında məlumat verək. Türklər haqqında məlumat verək. Türklər, türk xalqları və ya türk dilli xalqlar. Avrasiya ərazisində yaşayan etnolingvistik qrup dünyada türk xalqlarının sayı 170-200 milyon arasındadır. Nəfər Türk sözünə ilk dəfə 7-ci əsrin Orxon Yenisey abidələrində rast gəlinir və burada türk xalqları fikir versək yayılma arealı göstərilmişdir. Demək 21-ci əsrdə türk xalqlarının yaşadığı ərazilər burada aydın göstərilir. Və dünya üzrə demək ümumi sayları 170-196 milyon nəfər. Demək burada dünya üzrə yaşadığı yəni ərazilər Türkiyə, Azərbaycan, Çin Xalq Respublikası, Sinsiyan Uyğur Respublikası və burada Rusiya, İran, İraq, Rusiya, Qazaxıstan, Türkmənistan və s. Yəni bir neçə ölkədə yaşayan türklərin sayı burada qeyd olunmuşdur. Dilləri türk dilidir. Dini tenqriçilik, xristianlıq, İslam, İudaizm və demək türk xalqlarının burada türkmənlərin şəkilləri göstərilir. Yakutlar. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən Çuvaşlar və Qaqavuzlar xristian, Yakutlar, Dolqanlar və Xakaslar şamanizm, Karayimlər və Qırımçaklar İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti var. Azərbaycan, Qazaxıstan, Qırğızstan, Özbəkistan, Türkiyə, Türkmənistan. Türk dünyası ölkələrinin hamısı demək olar ki, çox millətlidir. Türklər Asiya qitəsində, Əfqanistanda, Əfşarlar, Qızılbaşlar, İraqda, Türkmənlər, Suriyada əsasən Türkiyə ilə sərhəddə, Gürcüstan və İranda Azərbaycanlılar yaşayırlar. Avropa qitəsində isə Türklər Bulqaristanda Bulqar türkləri, Rumuniyada Qaqavuz, Qıpçaq və Yunanistanda və Ukraynada Krım tatarları, Litvada Karayimlər və Rusiyada yaşayırlar. Və türk xalqı burada qeyd olunmuşdur. Milli geyimləri qeyd olunmuşdur.
Azərbaycanlılar, Azərbaycan türkləri demək İranın şimal-qərbini əhatə edən Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında yaşayan türk xalqı. Ümumi sayı 35-45 milyondan çoxdur. Müxtəlif ölkələrdə yaşayan Azərbaycanlıların sayları burada qeyd olunmuşdur. İran, Azərbaycan, İraq, Türkiyə, Rusiya, Gürcüstan, Əfqanistan, Qazaxıstan, Ukrayna və s. Dini əsasən İslam, əksəriyyət Şiə İslamı, azlıq Sünni İslamı, həmçinin Sufizm və xalq dini. Qismən Bəhailik və Xristianlıq yayılmışdır. Daxildir türk xalqları və mənşəyi Oğuz türkləri, Səlcuqlar, Xəzərlər, qohum xalqlar Anadolu türkləri, türkmənlər. Azərbaycan və İrandan başqa həm də indiki Rusiya, Dağıstan, Gürcüstan, Borçalı, Türkiyə, Qars və Iğdır və İraq ərazisində yaşayırlar. Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aiddirlər. Azərbaycan dilində danışırlar. Dindarları əsasən İslam dininin Şiə təriqətindəndirlər. Müasir Azərbaycan etnosunun Cənubi Qafqaz və Şimali Qərbi İran ərazisində formalaşması prosesi çox əsrlik bir proses olmuş və əsasən 15-ci əsrin sonlarında başa çatmışdır. Özbəklər. Özbəklər türk xalqlarından biri. Özbəkistanda əhalinin 80%-dən çoxunu təşkil edir. Kompakt halda Əfqanistanda, Tacikistanda, Qazaxıstanda, Qırğızstanda, Türkmənistanda və Pakistanın Kəraçi şəhərində, dağınıq halda isə dünyanın bir çox ölkələrində yaşayırlar. Və Özbəklər türk xalqlarının Uyğur qrupuna aiddir. Və dünya üzrə burada xəritədə verilmişdir yaşadığı ərazilər. Məşhur şəxsləri burada qeyd olunmuşdur. Demək, Əl-Xərəzm, İbn Sina, Əl-Biruni, Əbu Nəsir Fərabi və s. Əmir Teymur. Burada məşhur şəxsləri haqqında verilmişdir. Və bir də sayları verilmişdir. Ümumi sayları 30-35 milyon nəfər. Dünya üzrə yaşadığı ölkələr qeyd olunmuşdur. Özbəkistan, Əfqanistan, Tacikistan, Qırğızstan, Qazaxıstan, Türkmənistan və s. Bir çox ölkələrdə yaşayan özbəklərin sayı qeyd olunur. Dili özbək dili, dini İslam, qohum xalqlar türk xalqlardır. Və milli geyimlər. Türkmənlər türk xalqlarının Oğuz qrupunu təşkil edən Azərbaycanlıların və Oğuz qrupundan olan digər xalqların etnogenezində iştirak etmiş və ən qədim və ilk Oğuz əsilli türk xalqıdır. Ümumi sayları 8.500.000 nəfərdir. Dünya üzrə yaşadığı ölkələrdə burada sayları qeyd olunmuşdur. Türkmənistan, İran, Əfqanistan, Rusiya, Tacikistan, Ukrayna, Belarus, Qırğızstan. Dilləri türkmən dilidir, dini İslam dinidir, türk xalqlarına daxildir, mənşəyi Oğuz türk qrupu. Və Türkmənistan Respublikasında, Əfqanistan İslam Respublikasında, İran İslam Respublikasında kompakt halda yaşayırlar. Milli geyimləri.
Qazaxlar Qazaxıstan Respublikasının yerli əhalisi, dilləri Qazax dilidir. Türk xalqların Altay dil ailəsinə daxildir. Demək, irqi Monqoloid irqidir. Dini Sünni İslam dinidir. Daxildir Türk xalqlarına, mənşəyi Türk xalqları, qohum xalqlar türklər, qıpçaqlar daha yaxındır. Və burada daha yaxın millət Qaraqalpaqlardır. Qazaxların əcdadları türklər, hunlar, sakilər, usunlar, qıpçaqlardır. Və burada mənşəyi haqqında məlumat verilir. Ümumi sayları 20 milyon nəfərdir və yaşadığı ərazilər burada ölkələr qeyd olunmuşdur. Qazaxıstan, Çin Xalq Respublikası, Özbəkistan, Rusiya, Monqolistan, Türkmənistan, Qırğızstan, Türkiyə, Ukrayna, İran, Çexiya, Belarus, İtaliya, Almaniya, İspaniya, Tacikistan, Polşa, Finlandiyada yaşayan qazaxların sayları qeyd olunmuşdur. Məşhur şəxsləri burada qeyd olunur, göstərilir. Və milli geyimləri. Qaraqalpaqlar kompakt halda Özbəkistanın Qaraqalpaqistan Respublikasında və az sayda digər ölkələrdə yaşayan türk dilli xalqlardır. Ümumi sayları 550 min nəfərdir və dünya üzrə yaşadığı ərazilər göstərilir. Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya və dili Qaraqalpaq dili, Özbək dili, irqi Türk dini, Sünni İslam dini və qohum xalqlar, Noğaylar, Qazaxlardır. Və ümumi məlumat burada qeyd olunur. Ərazi əvvəllər Qazaxıstanın, sonralar isə Rusiyanın tərkibində olmuşdur. 1936-cı ildə Özbəkistanın tərkibinə qatılmışdır və Özbəkistan Respublikasında 2002-ci ildə aparılmış siyahıya alınmaya əsasən ölkədə yaşayan Qaraqalpaqların sayı 504.301 nəfərdir və say baxımından onlar Özbəkistanda Özbəklərdən, Ruslardan, Taciklərdən və Qazaxlardan sonra 5-ci xalqdır.